Bismillahirrahmanirrahim ve sallallahu ala seyyidil enbiya vel murselin ve alihi tayyibin tahirin. Lillezine ahsanul husna ve ziyade. Allah Kur'an-ı Kerim'de Yunus suresinin 26. ayəsində buyurur ki, yaxşılıq edənlərin 4 dənə əvəzi var. Yəni Qur'anda müxtəlif yerlərdə bu yaxşılıq barəsində və bunların əvəzi barəsində ayələr gəlir. Və burada 4'ün onun bizim üçün nəql edir ki, buyurur ki, lillezine ahsanul husna. Onlar ki, yaxşılıq elədilər, husna, onun yaxşılığın müqabilində Allah onlara yaxşılıq verəcək. Və Quran da buyurdu, həl cəzavul ihsanı illəl ihsan, ay yaxşılığın əvəzi məgər yaxşılıq deyilmi? Və ziyadətun, Allah buyurur, bunların elədiyi yaxşılığın əvəzi yaxşılıq veriləcək və əlavə artıq da veriləcək. Bunların yaxşılığından əlavə artıq da bunlar üçün veriləcək. Bu Allahın lütfidir, Allahın kəramətidir ki, Allah təbarək və teala bizim elədiyimiz əməllərin müqabilində heç vaxt bərabər vermir, həmişə yüksək verir. Və burada da Allah təbarək və teala hətta bu ziyadət sözünü nəkirə deyir. Yəni, onun miqdarı təyin eləmir ki, insan sevinsin ki, Allah təbarək və teala bizə bunun müqabilində, elədiyimiz yaxşılığın müqabilində onun əvəzini verəcək və özünün istədiyi qədər də yaxşılıq verəcək. Və la yəlhəbu vücuhəhum qətərun və la zillə. Və bu insanların, yaxşılıq edən insanların dünyada və ahirətdə üzləri nə qəm qüssə görəcəklər, nə də zəlalət. Bunlar heç vaxt silməyəcəklər, insanlar arasında əskilməyəcəklər və özlərinin də bunların üzünə qəm qüssə olmayacaq. 4-cü Allah təbarək və teala buyurur ki, ulaq əshabul cənnət. Bunlar üçün Allah təbarək və teala elədiyi yaxşıların müqabilində cənnət verəcək. Hum fiha xalidun. Bəs bunlar orada əbədidirlər. O da Həzrət Əleyhisselam deyir ki, insan iki şeyə görə yaxşılıq eləməlidir. Ya qarşındakı insan o yaxşılığa layiqdir, sən ona yaxşılıq eləməlisən. Əgər qarşındakı insan layiq deyilsə, yadından çıxartma ki, insan sən özün yaxşılığa layiqsən, yaxşılıq etməyə layiqsən. Ona görə çalışan mənim əzizlərim həyatda daimən yaxşılıq eləyək. Vəssalamu aleykum və rəhmətullah.